Salam aleyküm, axşamınız xeyir olsun əziz izləyicilər. Mən Ucar rayon Könüllü İctimai Nəzarət Təşkilatının sədri Məmmədov İlkin. Deməli, bugün aprel ayının 24-ü, 23-dən 24-nə keçən gecə saat 1-ə 25 dəqiqə qalıb. Mən hal-hazırda Ucar rayonu Heydərli prospektində çəkiliş aparıram. Təxminən 1 saat bundan öncə deməli, bu küçənin Heydərli prospektinin bu ortalıq hissəsinin işıqlandırılmasını təmin edən deməli rubinlik var. Mən o rubinlikdən işığı vurdum və burada dayanıb müşahidə aparırdım ki, görək problem nədir ki, yəni işıq sönür, tez-tez burada işıq yanmır. Bir neçə gündür burada araşdırma aparıram və araşdırmadan məlum oldu ki, deməli həmin bu ərazidə problem rubinlikdədir. Yəni burada kimsə işığı söndürmür. Bilərəkdən burada işıq söndürülmür. İndi mən bunu çəkib göstərirəm. Ucar elektrik şəbəkəsi bizim bu müraciətimizə baxsın və tez bir zamanda həmin bu ərazidə yaranmış problem aradan qaldırılsın. İndi problem rubinlikdədir, yoxsa burada hansısa elektrik dəyəndə nəsə problem var, bilmirəm. Onu Ucar elektrik şəbəkəsi yaxşı bilər. Gəlib araşdırarlar, baxarlar. Bu problemi də aradan qaldırmış olarlar. Çünki kimsə gəlib burada hər gün qarol çəkəsi deyir ki, 1 saatdan bir burada işıq sönəcək, gəlib kimsə bu işığı yandıracaq. Yəni mən bunu bacardığım qədər eləyirəm. Yol keçərkən, buradan keçərkən, yəni görəndə ki, küçə qaranlıqdır, mən gəlib buradan işığı yandırıram. Amma yəni belə bu şəkildə davam edə bilməz. Mən hal-hazırda göstərirəm. Deməli, Ucar elektrik şəbəkəsinin işçiləri, yəni buranın hara olduğunu dəqiq bilirlər. Ona görə də belə göstərirəm ki, bilsinlər, yəni problem hardadır. Deməli, gördüyünüz kimi rubinlik atıbdır. Yəni bu rubinlik artıq bəlkə də yararsız vəziyyətdədir. Rubinlikdən atdı, yəni mən burada müşahidə aparırdım. Yəni gözümün önündə baş verdi bu şey. Ki, yəni burada kimsə gəlib bu işığı söndürmədi. İndi göstərirəm sizə Ucar elektrik şəbəkəsi. Deməli, rubinliki vurduq. Gördüyünüz kimi küçənin işıqlanması təmin olundu. Və bu küçədə bir neçə işıq dirəyində də işıqlanma yoxdur. Yəni bəzi yerlərdə işıq dirəklərində işıqlanma yoxdur. Mən bu video müraciətimlə Ucar elektrik şəbəkəsinə xahiş edirəm ki, həmin bu ərazidə yaranmış problemin həllindən ötürü dərhal işlər görsünlər və bu ərazidəki problemi aradan qaldırsınlar. Ucar rayon Könüllü İctimai Nəzarət Təşkilatının sədri Məmmədov İlkin.